Stresten, evdən köçdük deyə, o bir evdən. Stresten bütün güllər demək olar ki, xarab oldu. Çox güllər tökdüm. Qalanları da xilas etməyə çalışıram. Bu aloyam da pis günə düşdü. Hər tərəfdən kəsirəm, yenə də baxıram ki, xarab oldu. Neçə gün vaxtım olmadı ki, düzəldən. Bir neçə günə gələn halına baxın. Nə günə düşüb. Açıq buradan. Bir yəqin ki, tam quruyub. Tam kesmək lazım. Baba bitir. Baba bitir. Böyüklər yəqin ki, artıq satmaq lazımdır hətta. Yəni əmələ gəlsə deyirlər. Çox güzel. Şimdi her iki kaysını götürdüm çünkü gördüm kesmeli olmuş. Kökten çıkarttım. Burada balacalar kök verir. Addemidir. Ayrı ayrıdır. Onlara değmeyeceğim. Bir de burada balacası var. Onu bir kəsdiyim. Onu çıkartmaya çalışacağım. Bundan kök verirler ayrı ayrı. Şimdi onu nətə çıxardım onu bilmirəm. Yani qaysıyla da mümkün değil. Əllə də. Kəsim çəkim. Belə alınmış. Bu balaca da ayrılıb qırılıb. Uzunluydu. Burası təmiz xarab olmuşdu. İndi suya qoyub kök artısını artıracağım. Onu da yanlarına basıracağım. Ayırmayacağım. Bir de burada düşübdür. Özü düşüb. Qırılıb düşüb. Güllər də stres keçirdirlər. Evdən evə köçəndə ya da yerlərini dəyişəndə küsürlər. Görün indi nə tər alınır. O bizləri də çəkdim. Göstərəcəm. Tamamilə çox qəşəng böyümüşdülər. Heyif. Pis günə düşdülər güllər. Aloyadan maska bilirsizlər nə tər olur. İndi bundan kəsəcəm. Suyu çıxacaq. Suyunu üzümə masaj edəcəm. Onu da çəkib paylaşacağım. Buradakı tər ozandı. Böyük qaba bastırandan sonra öldü bilmirəm niyə. Yəqin ki, balaca qabda daha çox böyütməliydim. İndi baxıram kökü var. Amma qurudu. Kəsməyə çalışacağım. Görüm hara qədər qurudu. Tamamilə ölüb. Bu gülü çox sevirəm. Təzədən gələ yalan. Çox gözəl böyümüşdü. Hətta çiçək artıq açırdı. Videolarım var. O videoları da yerləşdirəcəm. Nətər idi. Çox heyif. Bu gülüm tamamilə öldü. Qupqurudu. Heyif. Bu güllərini deyirdim. Çox böyümüşlər, ağac kimi olmuşlar. Heyif stresten yerlərini dəyişdilər deyən hamısı xarab oldu. Yapaqlarını tökdü, başdan qırdım. İndi təzədən basıracağım. Tamamilə quruyan gülüm buydu. Kitayski roza belə bir gül açırdı. Böyüyəndə də belə bir ağac olmalıydı. Amma heyif, çox heyif ki qurudu. Təzədən bir də gəlib bu güldən mən almalıyam mütləq. Çünki çox sevdiyim bir güldür.